Fransa-Azərbaycan oyunundan sonra mətbuat konferansına xoş gəlmisiniz. İlk olaraq baş məşqçimiz Ayxan Abbasov oyun haqqında fikirlərini bildirsin. Daha sonra bir suallara keçə bilərik. Buyurun efendim. Axşamınız xeyir, mən də hər kəsi salamlayıram. Əlbəttə, oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazırlaşdığını da gördük. Əlbəttə, azarkeş dəstəyi iş dəqiqələrdən rəqibin presingi buna hazır idi. Son dəqiqədə, yəni birinci sənə son dəqiqəsində qol bir dəqiqə qalmış. Bəlkə dözə bilsəydik, ikinci isə daha da rəqib üstümüzə gələcəkdi. Amma bilirik, rəqibin ustalığı yüksək səviyyədə idi. Bugün futbolçuların həqiqətən əzmkarlıq göstərdilər. Ümumən bizim üçün bu dəqiqə bu vacibdir. Bilirsiniz ki, əzmkarlıq, istək olandan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla təcrübə yığmaq lazımdır, çünki top komandadır. Ümumən futbolçularla bugünkü oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür eləmək istəyirəm. Əlbəttə bizi bizdən sonra daha çətin oyun gözləyir və gördük ki, sonda bir çox futbolçular dağıldılar oldu. Amma buna baxmayaraq Ukrayna oyuna hazırlaşacağıq. İnşallah davam. Buyurun, suallar. Suallar. Kenan, buyurun. Axı mən Dövlətim Aslığı arzıdan Mahir Əmrənin oyunu şərh edərik zəhmət olmasa. Çünki hiss olunurdu ki, formada deyil və formada olmadığına görə də komandanın hücumları alınmırdı, yəni top hücumda qalmırdı deyə biz mövqe hücumu qura bilmədik. Yox, bu Mahirlə bağlı deyildi. Məncə Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlardan birini keçirdi. Çünki həm əzmkar idi, o hücumlarımızın alınmaması rəqibdən idi, yəni imkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Məncə pis təsir bağışlamadı, Mahirə də dəstək olmalıyıq. Çünki baxsaq hücum mövqeyində bizim futbolçularımız az oynayırlar. İnşallah gələn oyunda rotasiyalar olacaq, amma məncə bugün Mahir maksimum çalışdı kömək etsin. Xanabullah, buyurun. Bugünkü oyunu komanda təbii ki, bugündən çox güc itirdi. Vahidli mübarizə apardı, bazara biləcəyə qədər təbii ki, rəqibin güc elədi ki, yəni sən maksimum elədiyi eləsən, bir yerə qədər bazara biləcəksən. Bugün itirilən güc və buraxılan qollar komanda yəqin ki, nə qədər rəqib iddialı olsa da, nəhəng olsa da, məğlubiyyətdir. Bu psixoloji yükün altından, fiziki itirilən yükün altından 3 gündən sonra Ukrayna oyunda komandadan nə gözləmək olar? Mane ola bilərmi komandaya? Yox, əlbəttə ilk oyuna, ikinci oyunda fiziki cəhətdən çətinlik olacaq. Dediyimiz kimi heyət genişdir, baxacağıq sabah bir sürü vaxtımız var, çalışacaq ki, bərpa olmaq. Amma heyətdə çətin olsa dəyişiklik olacaq, çünki digər futbolçular da hazırdır. Yəni bu milli komandada qısa vaxtda məcburuq oynamaq, çünki bu futbolçular buna öyrəşməlidirlər. Rəqibimiz də Ukraynada ağır səfərdən gələcək. Ona görə psixoloji də futbolçularla əlbəttə danışacağıq. Düz deyirsiz, məsələn, ikinci qolda standart vəziyyətlərdəsə biraz da diqqətli ola bilərdik, düzdür, rəqibin başqa epizodlar da olur, amma o epizodlarda hansı ki, daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Ona görə bu səhvlərdən də nəticə çıxaracaq. Ceyhun. Ayxan, mən birinci hissənin 45-ci dəqiqəsində yəni 45 dəqiqədə qol buraxdıq. Palta dəyişmə otağına qol deyirlər də buna. Biz hesab edirik, fasilə 0-0 geçsəydik, həmin dünən verdiyim sualın ardı olaraq bəxt tərəfi bizdə olsaydı, burada böyük bir sensasiya baş tutardı. Yəni, bir şey deyim ki, o qol ancaq imkanı vura bilərdi. Çünki ustalıq səviyyəsi və o sürətlə uzaq güncə inanın ki, futbolçular maksimum elədi ki, qabağını alsınlar, amma əlbəttə
elə bir futbolçunun qarşısına almaq da çətindir. Birinci isə dediyim kimi bəlkə də 0-0 olsaydı, ikinci isə daha bizim üçün asan da ola bilərdi. Bəlkə də rəqib böyük təzyiq eləyəcəkdi, bilmək olmaz, bugün futbolda hər şey olur. Amma biz inanırdıq, yəni ən əsas o idi ki, komanda inanırdı ki, mübarizə apara bilərik. Bu bizim üçün bu dəqiqə vacibdir. Karabağ. Axı mən Toralı savcılığa qoymaqda yəqin ki, məqsəd qismətə kömək etməsi idi. Qismətin uduzduğu mübarizələrdə aşkar görünürdü. Gedişat ondan xəbər verirdi ki, Mahir Əmrəli əvəzlənəcək. Amma Mahir əvəzlənmədir, savcılığa qoydunuz. Və ardınca oradakı boşluğu görüncə təzyiq əvəz etmələrə getdiniz, amma ikinci bala kimi çatdıra bilmədiniz. Mahirin meydanda qalması məzuniyyətdən atılan addım idi ki, Rüstəmi çıxartdınız, yoxsa düşüncəli oldu? Demək, ümumən fikrimizdə ilk əvəz etmə biraz da hardasa fikirləşirdim ki, bir 5 dəqiqədə oynaya bilərlər, amma Rüstəm əvəz etmə istədi və o dəqiqələrdə birdən-bir iki futbolçunu çıxartmaq istəmədik. Çünki bilirsiniz ki, biz Mahir Əmrəlidən sağ cinahda da istifadə eləmişik, Tural solda. Tural elə oynadı ki, hər mövqedə çıxış edə bilər. Ona görə biraz istədiyimiz o dəqiqəni saxlaya bilmədik və ikinci golda hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik və görsəldiniz ki, əvəz etmə hazır idi, amma o dəqiqədə qol oldu. Olur, yəni və Rahinin sonra girib o cinaha bağlanması vacib idi, çünki rəqib çox gəldi oradan. Ümumən bu hücumlara hazırlaşmışdıq, yəni rəqibin bu hücumlarını bilirik, çünki bizdən qabaq həm İslandiya, həm Ukrayna ilə oyunda hər iki komanda da müdafiə olunmuşdu, istər-istəməz bu komandalara qarşı və bu hücumlar hansı ki görmüşdük, hazırlaşmışdıq, o hücumlar olurdu. Amma əlbəttə bütün 90 dəqiqə hücumun qarşısına almaq olunur. Başka sual? Ver. Axı mən oyunun ən yaxşılardan biri nə qədər təəccüblü olsa da Xəliqullayev idi. Amma əvəzləndi səfərlərimizə durumu necədir? Məncə də Xəliqullah bugün ən yaxşılardan idi və ümumən sevinirəm ki, əsas heyətdə yerini belə deyək, yavaş-yavaş qazanır. Yoruldu, əlbəttə ikinci golda daha sadə oynayıb hücuma çıxmalıydıq. Rəqibin bilirdik ki, ortada pressinglə çox çətin olur və vurduqları bizdən əvvəlki oyunlarda vurduqları qollar mərkəzdə top aldıqdan sonra əksində olurdular. Daha təcrübə gəldirsə daha yaxşı olacaq. Əsas odur ki, istəyi var, əzmkardır. Sevinirəm ona. Durumu normaldır, yəqin ki, 2 günə bərpa olacaq. İlman. Mən Fərqan Samsun vaxtındakı olan milli komandanın oyunu və indiki oyun, Ukrayna və indiki oyun əslində futbolçular eynidir. Demək olar mı, yəni əvvəlki millimizdə bəlkə müqayisə eləmək istəməzsiniz, sadəcə indi sizin komandadan elə əvvəlki oyunlarda belə deyək, sizin vaxtınızda oynayan komandada sistemsizlik idi əsas problemimiz. Çünki o futbolçular, indiki futbolçular arasında böyük dəyişikliklə çox çətindir, amma həm Ukraynaya qarşı mübarizə və görünən bir sistem var idi və bugünkü gündə Fransaya qarşı da bir çətinlik olsa da hiss olunur ki, komanda sistemi var və baş məqsəd nəsə deyib və onu yerinə yetirmək istəyir olsa. Yəni əsas problemimiz sistemsizlik idi sizə əvvəlki komandada. Biraz əvvəlkidən danışmaq çətin olar və mənim üçün düz olmaz, amma mən millidə olmayanda da həmişə bu suallar olurdu və bizim ən önəm verəcəyimiz bir mövzudur. Ümumi tək komanda yox, digər əgər futbolumuz istəyirsə bir səviyyə çatsın, mütləq milli komandaların bir sistemi olmalıdır, fəlsəfəsi olmalıdır. Yəni bu yöndə rəhbərliklə söhbətlərimiz olur, inşallah yəqin ki alınar. Yəni gerçək deyim, yəni bu mənim səmimi fikrimdir, yəni futbolçularla düzü üçmək bir oyun olur. Ukrayna ilə oyunda olmuşam. Yəni, böyük potensialı olan futbolçularımız var və inanıram ki, özümüzə yaxın rəqiblərlə başa-baş oynamaq ixtiyarındayıq. Başka sual yoksa teşekkür ederim. Çok sağ olasın.